Məsələn bir şey, siz qəşəng bir misal çəkdiniz bayaq da o xanımla bağlı. Xanım idi yoxsa bəy idi? Razım, xanımdır. Xanım idi. Yaxşı bir misal çəkdiniz. Deməli, onda elə belə çıxır ki, bizdə insanlar öz maaşlarını düzgün idarə edə bilmirlər. Buna görə də belə situasiyalar yaranır. İnsanlar öz-özlüyündə hər yerdə dünyada qısa müddətli düşünməyi uzun müddətli düşünə bilmir. Məsələn, davranış iqtisadiyyatı bunu... Sahibkara məxsus bir şeydir. Mən düşünürəm, sahibkarlar çox balaca bir faizdir da bütün əhalinin. Bəlkə hansısa bir ayrı-ayrılı insanlar uzun müddətli düşünə bilir. Misal üçün, əgər sən dövlət qulluqçusansa, əgər sən dövlət mənafini qoruyursansa, sən uzun müddətli düşünməlisən də, qısa müddətli düşünə bilməsən. Amma əksərən insanlar qısa müddətli düşünəndirlər. Misal üçün, siz 20 yaşlı təzə işə başlayan bir cavan insana desəz ki, pensiyanı düşüngünlə yavaş-yavaş pensiya üçün pul ayır. O heç vaxt bunu eləməyəcəkdir. Deyəcək ki, mən pensiya 45 ildən sonra çıxacağam. Allah bilir nə olacaqdır. Qoy mən bu gündən yaşayım. İndi nə var o da? Və ona görə misal dövlət insanın bu zərifliyini anlayaraq misal icbari pensiya ayırmalarını əksərən bütün dünyada pensiya ayırmaları icbaridir. Çünki insanların özünə saxlasan bunu heç vaxt eləməyəcəklər. Amma onlar sonra pensiya çıxandan sonra böyük bir yük olacaqlar dövlət qarşısında. Ona görə onlar indidən onlar üçün yığırlar ki, bu riskləri gələcəkdə azalsınlar. Və budur, insanlar təsvir olsun ki, bugünlə yaşamaq istəyir, bugün yaxşı yaşamaq istəyir, bugün sonuncu iPhone istəyir, daha yaxşı maşın. Və bu kütlənin hardasa köləliyə çevrilməsinə gəlib çıxarır. Bunun iqtisadi səbəbləri də var. Bank elitasına bütün bunlar çox faydalıdır. Onlar pula satırlar, faiz qazanırlar, bonuslarını alırlar, çıxıb gedirlər. Bir mifik bir sənə həyat tərzi bəxş etməklə də sən düşünürsən ki, səndə hər şey var, amma əslində heç biri səninki deyil də, səninki evin ipotekada, maşın kreditdədir, aldığın televizor belə kreditlədir. O təsvir edəcəyim faktordur ki, biz şərq-qərb fəlsəfəsindən bunu götürdük.